Tak, bugün 29 apreldir. Gəlmişəm yeşiyin qabağına. Hansı ki ayırmışdım bunu, məcbur ayırmışdım. Yəni beçə verməsin deyə ikinci qat istəyirdim yeşikləri qoyum arxa. Hoşum məcbur mən bunu ayırmalı oldum. Tələsiyə düşdü özdə. Burada bir yeşiyim var. Oradakı arılar vəhşidir. Bu birisi yeşiklərə baxa. Bax, sıravnit eləsəm müqayisədə. Yəni məcbur olub oradan mən təzə yumurtlamış bir ramka tapdım. Gətirdim bura qoydum. Hoşum bugün də hava çox soyuqdur. Axşam yağış yağıb, yer nəmişlikdir. Gəldim bu yeşiyin qabağında belə gördüm. Erkək arıları bunları belə təmizləyiblər. Mən indi götürüb baxmaq istəyirəm. 5 gün keçib 23-ün. Bugün 29-u. Bax bunlar erkək arılardır. Hamısı çox idi erkək. Erkəkləri hamısını belə даже sağı da var. Bu nidarazviti tam inkişaf eləməmişlər də var. Qənətləri də bilmirəm niyə belədilər. Hoşum belə doludur erkək arı. İndi mən bunu götürüb baxım görüm bunlar matiçnik eləyiblər, eləməyiblər. Yəni matiçnik üskük hörüblər, hörmüblər. Tipa üstüləri saxranit eləməyə çalışacağım. Ona görə gəlmişəm. Biraz külək yoxdur deyə heç olmasa risk eləyim, girim. Hoşum bu birisi yeşiyin də qabağında doludur. Ölü arılar. Hoşum belə. Bismillah başlayayım görüm. Əlcəksiz girirəm. Əlcək də yoxdur. Bir əlimdə əlcək var, birində yoxdur. Qoy gedim yanına gətirim o kişi əlcək. Tak. Görək burada vəziyyət nə yerdədir. Soyuq dostu keçin mənim günahımdan. Ay arılar. Keçin günahımdan. Siz yeməyizdə olun. Mən tək ramkanı axtarım tapım. Bax bunu yeyiblər. Əslində qalsa bunlar anasız olmalıdırlar. Görək. Vəhşiliyə başladılar. Məni vurmağa çalışacaqlar bunlar. Görək. Nə olur. Qəşəng hörüblər. Hörməklə məşğuldular. Mahara qoyun mən ki. Amma nə olmasın mənə. Əlcəklə də çətindir işləmək. Əsas o da görəm üskük var, yoxsa yoxdur. Siz mamasız doludur maşallah. Çox ağırdır. Даже nəsə axırdı. İndi bunlar hamısı belə doldurublar şərbətdən. Qaçın, 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 qaçın. Üskük hələ görmürəm. Erkək arılar da çıxmaq üzrədir. Elə belə arılar da var. Çıxılasılar. Mət damcılayır, tökülür. Üskük görmədim. Dözün ki, mən biraz tez bazar burada sizdə əməliyyat eləyim. Aha, ucumdular mənə. Gözlüyüm. Mən sizə pislik eləmək istəmirəm. Qış. Anasızlığın əlamətidir belə. Yox, üskük yoxdur. Bu da yoxdur. Amma boyda erkək arılar var. Burada da aha, çıxmaq üzrə olan tipa peçat eləyəsidilər bunları. Hələ peçatlı deyil. Amma üskük görmədim. Öldürdüm arını. Neyini özünüz vəhşilik eləyirsiniz?
Axtarırsınız ki, harda vurasınız da mən, eləmi? Vura bilmirsiniz elə. Və təqsir məndədir ki, tüstü gətirmirəm sizə. Tüstünə sizi zəhərləmək istəmirəm. Siz də belə vəhşilik eləyirsiniz. Ay sizi qaçın görüm. Nə, yarımçıq qoyum gedim tüstü gətireyim sizə. Qaçın görüm, burada taftalayacağım sizi hamısını. Orada yok, ayağımın aldı maşallah. Burada çıxmaq üzere olan ne kadar arılar var. Yine üskük görmürəm. Necə çaşıb mamışkanı bura gətirmişəm. Yoxdur üskük. Erkək arı doludur. Erkək arı çıxmış yekeykalara da doldurublar şərbəti. Aha. Bəs siz mamışkasız ne edirsiniz burada? Necə belə rahatsız? Qaçın buradan, qaçın buradan, qaçın buradan. Yox, tüstü gətirməli olacağım deyəsən. Çox bunlar. Qaçın, 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 qaçın. Qış. Ayda. Yox, gedim mən onu tüstü gətirim. Tüstüsüz mümkün deyil. Gedim tüstü həll eləyim. Tüstü məsələsini həll eləyim. Siz də hələ ki burada qalın. Belə tüstüsüz mümkün olmayacaq. Bax, nə edirsiniz siz bu tüstünü? Xoşunuz gəlir. Qaç buradan. Bax, səni içəri aparmaq istəmirəm. Gelin buraya. Sen burada ne inirsin, gəzirsən kameranın qabağında. Biraz düş. Mən sizə mama təşkil eləmək istəyirəm. Bilirəm ki, mamasız qalmısınız. Siz isə belə vəhşilik eləyirsiniz. Heç lazım deyil. Məni incitməyin, mən də sizi incitməyim. Otaq. Burada çıxmaq üzere olan yumurtalar var. Yenə üskük görmürəm. Necəli bunların mamaya ehtiyaçları yoxdur. Nə qədərə bunlar. Bax. Qaçın buradan, qaçın. Otaq. Başqa vaxtda tüstü yandıra bilmirəm. Bu dəfə elə yaxşı yandırdım ki, tələsi oldu deyə. Burada nəsə bax, tikmək istəyiblər, içi boşdur. Burada da çıxılası yumurtalar var. Doludur, ramkaları qavardıblar, içine şərbət doldurublar. Təzə yumurta yoxdur. Mamçka buradaymış. Ulan görə bunlar
Deyə bax, mamışka yaşıl. Ay, deməli o birisi yeşik məndə qalıbdı mamasız. Vsyo. Mən sizinlə işim yoxdur. Girin, yaşayın. Tələsiyə düşüb vəhşi mamanı bura qoymuşam. Vsyo. Bağışlayın. Keçin günahımdan doldururam sizi. Yerizə qoyuram hər şeyi. Keçdim. Deməli, vəhşi yeşik matkasız imiş, anasız imiş. Təsadüfən gör. Nə böyük səhvlərə yol vermişəm. Yaşayın siz. İşinizdə gücünüzdə olun. Mənim sizlə heç bir işim yoxdur. Kaç buradan, kaç. Kaç. Все. Bu pətəyi gətirim yerinə qoyum. Siz deməli belə ağıllısınız. Burada öz işlərinizlə məşğulsuz. Mən də sizə çox böyük kötülük eləmiş oluram. Ay. Keçin görüm. Bax, nə iş görürsünüz burada, get. Qaçın bu ramkanı yerinə qoyum da, mən nə olarım? Vsyo. Ay Nüşabə, niyə belə səhv eləmişsən? Ay Nüşabə. Həmişə kimi tələsirsən. Vsyo. Yəni mən sizə Allah qoysa havalar isinsin, 2-ci kat verərəm. Вот так. Все. Mən bir də qələt eləyib sizin yanınıza girməyəcəm, sizi narahat eləməyəcəm. Все. Ay, istəyirsiniz ki, sizi taftalayayım mən. Bax, niyə belə eləyirsiniz siz? Vsyo. Mən sizə bir də qarışmaram. Deməli, mən nə eləmişəm? Səhvən buradan ananı götürüb bura qoymuşam. Bu da mənim neopıtnılığım. Yəni, burada bunlar deməli məndə mamıçqasızdır. Bunlar vəhşi idilər məndə. Bunlar yeməyi də çox, hər şey də çox. Tak, mən burada nə edeyim? Bir şeycə götürüyorum. Hoppa. Koyun bunu. Tak. Yemləri var. Dayan görüm, burada qalmısan bilirəm. Çaşmısan, qalmısan. Tak, bu yemin birini götürüb kakraz mamışıq olan yerə qoyaram. Olanlar əla. Onu bura qoyacağım. Siz deməli burada mamasız qalmısınız. Ay, yetimlər. Səssiz də çıxmır. Ki, mən mamasızam. Demirsiniz, aynı uşağa baxalım, mənə mama ver. Demirsiniz. Tak, bunu delib pərçimləyiblər ki, bura. Deməli, mən neyim? Hardan baxım? Hardan bilim ki, hardanlar? Matışqa qoyublar. Boş yeşlər. Boş ramkalardan birini çıxardım. Çıxardım ki, doldur, ha doldur. Boş ramka o qədər doldurmuşam ki, görməmiş. Все. Böyle qələt eləmərəm.
Bu yeşildəki arılar məndə vəhşi idi. Yəni çox aqressivlər bunlar. Və indi də elədilər. Temboli mamasız qalıblar. Görək. Sizdə üsküy olmalıdır. Bir icazə versəz kömək eləyərdim sizə. Nə olar icazə verin mənə? Blin, bunu çıxartmaq da çətindir. Hörürlər, doldururlar. Niye girmir bunlar? Bax, bu ramkalar bura. Bunu bilmirəm. Öldürdüm sizi. Bağışlayın. Keçin günahımdan. Keçin günahımdan. Neyiniyim ben bunu aşağı dönüm? Neyiniyim ben bunları? Bu şeyin bir kazus yaşandı burada. Öyle bir kazus yaşandı ki hiç gözlemirdim. Bu yeşildəki arılar biraz məndə vəhşi idi. Ben de o günü ayın 23'ünde istedim ki arıları qat atım, bir də beçə verməsinlər, eləməsinlər. O için məcbur oldum, nəsə elə spontanla bir yeşil arı ayırmalı oldum. Ayıranda da akazvıçı mamanı da oraya koymuşam. Üstündən 5 gün keçibdi, heç fikir vermiyorum. 5 gün keçib dedim gəlim görüm üstlük koyublar, koymayıblar. İyi baxdım, akazvıçı ana orada. Ha, deməli bu vəhşilər qalıblar anasız. O için bunlar mənə belə, mən də tüstüsüz bir cumdular, bir cumdular. Mən də özümü itirdim. Maskanın içine girdiler, burada kamera koymuyor. Ah, gör necə. Gör necə bunlar burada. Görsənir, görsənmir. Yani bu vəhşilər anasızlar. İndi üsük varsa burada var üsük. Üsük varsa buradadır. Mən indi bu, gözəl mən bunların vəhşi ananın törəməsindən mamıçka düzəldəcəm, matiçka eləməyəcəm. Mən çalışacağım bunları, üsükləri varsa birini ikisini saxlayayım. O için belə vəhşi arı istəmirəm. Baxmasın istəyirəm, baxmasın. O için özümü elə itirdim ki, elə qaçdım ki, arı girmişdi maskanın içine. Maskanın... Bax, gör necə, gör. Çəkilin də, sizin üçün eləyirəm də. Hə. Bomboşdu, heç nə yox. Ha, var, mət doldurublar. Üskük yoktu. Kabarttılar, ötürler demişim. Kapardılar o şey. Pastroyla, gör necə cumurlar adama bu aralar. Kaçın da buradan, bak sizi tüstülüyürəm. Kaçın, qalacaqsınız, öləcəksiniz burada. Taksir məndə deyil, mən neyiniyim, özünüzü öldürmək istəyirsinizsə, özünüz bilərsiniz. Ay sən, bu taxta yeşilin də minus cəhətimdir ki, yağış yağıbdır, şişibdir. Bak belə, gedin buradan da, gedin buradan ki, mən işimi görüm, bir də sizə girməyəcəm işinizə. Tak, daliş. Belə kazuslarda olurmuş. Yani başıma böyle şey gelmemişti, bu da geldi. Belə adam öğrenir. Belə adam öğrenir. Kulağımın dibinden dişleyipler iki yerden. Suprastin içtim. İndi elə bir Ruslar demiş ki, ощущение, как будто orada arı var. Hələ üskük görmürəm. Çıxılası. Aha, çıxılası. Üstü kapanmamış, bağlanmamış yuvalar da var. Mətdə yığıblar. Bilmirəm də bunlar necə adlandırım. Ya bunlara da şey... Ya gələk sizə mama alın, ya sizdən gör necə vəhşilər, gör necə vəhşilər. Ya bağlayayım, neynirlər eləsinlər.
maşallah. Hardan tutum. Hara tutsam üstüden de korkmuyorlar. Yani bu boyda vəhşilərə. Git buradan. Haydi 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 haydi. Bak öleceksiniz kalıp burada. Da. Yine çıkılası çoxdur. Ya bunları mən ayıracağım belə-belə. Başqa yeşiklərə bölüm ki, belə vəhşi arılar olmasın deyə biraz bəlkə başqa mamalar bunları tərbiyə edir. Gör, həşirə bax. Gedin buradan. Ara koyum sizi. Durun buradan. Rahat işləməyə qoymuşuz adamı. Vəhşiyə bax. Bunu hava belə demək, bunlar belə vəhşi eləyirlər, yoxsa işte gör nə qədər çıxılası balalar var. Aha, üstü yaxış. Bazı şeydir. İki də boşdur. Doludur maşallah, arı da çoxdur burada. Size lazım ikinci kadar vermişim de buna lazım. Hiç düştüden korkmuyorlar, hiç korkmuyorlar. Saçmağa yer aktarırlar ki müşabəni sancım. Belki oy da saçtılar, yine saçtılar. Hem şuradaki kolumdan, elceğin üstünden saçlar mənə başa dönüblər. Ne vəhşidirlər. Gedin buradan. Heç baxmıram sizə. Heç mən papağım da düşdü, divarlı papaq takmışam. Gedin buradan. Heç baxmıram sizə. Minnətiniz olsun. Müşabə sizə qulluq eləmək istəyir. Söp. Vururlar məni yenə. Saçdılar məni yenə. Özümü itirdim. Alın bu sizin yemeğiniz. Alın bu sizin arılarınız. Sonra bunu üstüne örtün. Bilenler. Yani bunlarla başka cür mümkün değil. Yeni de size vermirəm. Ben sizden küstüm. Sizin kimi vəhşi arılar mənə lazım değil. Doktor. Mən sizi heç çox atmaq da fikrində deyiləm. Yəni, belə vəhşi arıları uçu özləri nətər yaşayırlar, yaşasınlar. Heç gör qaçırlar. Burada da doludur heç. Ay balam, qaçın. Bak. Ay balam, qaçın ki, mən sizi bu şimdi ne öyle ne kala bilmiyorum. Bu vəhşi arıların ne dalından değil. Çıkın buradan, kaçın buradan. İçi dolu arıdan. Ne kadar arı var maşallah. Maşallah arı çok. Yarısı da yerden öldü. Özürlersiz. Bağlıya da bilmirəm. Özümü itirdim. Все. Yaşayın özünüz üçün. Neyse de yaklaşalım. Bilin hamısı bak ki maskanın üstü eləcə arıdı. Her yer arıdı. Dişlədilər daha əlcəyin üstündən dişlədilər. Oğlum hamısı arıdı. Gidin görün buradan. Dişləməyə çalışırlar elə adamı. Ay git lan özün ölürsən. Dişləyirsən özün de ölürsən. Bak niye? Ölmək istəyirsən. Bak burada maskanın üstüne bakın gör. Necə hamısı arıdı. Kaçtım ben buradan.
Yavaş yavaş girirlər içəri. Yavaş yavaş. O belə deyirəm, vəhşidirlər də bunlar. Nə deməkdir bu soyuq havada? Yaxşı ki, külək yoxdur. Necə hücum çəkdilər? Heç bunları belə hücum çəkən birinci dəfədir mən. Bu bir ildə birinci dəfədir ki, belə başıma şey gəlir. Qapaq altının da altında nələrsə də qaldı, bilmirəm. Ölürlər, ölsünlər. Belə vəhşi arıdansa uçuşu olmamağı yaxşıdır. Belə. Bugünlük bu qədər.